Salam, hörmətli müəllimlər. Simada əmək müqaviləsini necə imzalamaq lazımdır, onu izah edirəm. Simaya daxil oluruq. Sol tərəfdə bu 3 xətti basırıq. Xidmətlərin qarşısındakı oxu tıklayırıq. MyGov ID-in qarşısındakı oxu tıklayırıq. Əmək münasibətləri və məşğulluq alt sistemini tıklayırıq. Açılanda mütləq tələb edir ki, e-sosialı yükləyəsiniz. Bu təzə bir prosesdə. Əvvəllər e-sosial tələb olunmurdu. E-sosialı yüklənibsə yenilənmə verdi. Məndə artıq yüklənmişdi. Sizdə yüklənməyibsə yükləməniz lazım olacaq. E-sosial yükləyirik. Amma bu günə qədər e-sosial tələb olunmurdu. Bu deyəsən bu gün artıq tələb olunmağa başlayıb. Yüklənməni gözləyək. Artıq hər kəsin telefonda MyGov e-sosial Sima olmalıdır mütləq. Dövlət bunu bizdən tələb edir. Yükləndikdən sonra onu açırıq. E-sosialı barmaq izi tələb edir. Barmaq izim var idi. Sosiala girirəm. Burada yazılır əmək müqaviləsinin imzalanması. Yuxarıdan ikinci onu tıklayırıq hər halda. Mənim aktiv əmək müqaviləm yoxdur, amma sizdə olacaq və onun üzərinə basıb imzalamanız lazımdır. Vəssalam, bu qədər.